Bunlar hamısı təzə buruqlardır. Rayonun ən dərin quyularıdır. Buruqlar da təzədir, adamlar da. Heç birini də tanımıram. Bəli, kimisi cəbhədən qayıtmadı, kimisi də keçdi başqa yerə. Mən elə bildim, siz də şəhərdə qalacaqsınız. Təklif elədilər. Amma özüm buranı istədim. Baba yurdumda axı. Lap yaxşı eləmişsiniz. Bura olduqca perspektivli rayondur. Hətta geoloqlarımıza təyyarə də veriblər. İstəsəz buralara göydən də baxa bilərsiniz. Pis olmaz. Mən ömrümdə hələ bir dəfə də olsun təyyarəyə minməmişəm. Ola bilməz. Düz deyirəm. Bir, iki, üç, dört, beş, altı, yedi, sekiz, Ata. Bəs gündüzlər niyə ulduzlar olmur? Olur. Amma biz görmürük. Ha. Əgər gün işığı düşməyən yerdən baxsan, onda ulduzları lap gündüzdə görmək olar. Məsələn, dərin quyu dibindən baxsan. Mən asan duracağım. 4 gündən sonra. Çoxdur. Murat! 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 Nə oldu? Tapdınız? Gəzmədiyim yer qalmayıb, heç yerdə yoxdur. Yoxdur. Heç yerdə yox. Bəlkə quyuya düşüb. Murat! Ata, mən buradayam! Yaxşı! Orada nə edirsən? Murat! Murat! Qorxmayın, buradayam! Ay Allah! Otur Bedriye bərk yapır. Ay səni, bərk tut! Görsün sən Allah! Ay Allah! Heç ulduz zad yoxdur ki! Saat mən sənə ulduzu göstərirəm. Bəsdir, öldürmə, öldürmə! Ədə, sən burada nə edirsən? Tez keç görün buradan, tez. Sevda, bunu Leyla'nın yanına bıraxma. Leyla göğüskür edir. Bu da ki, lap yanıb qapının yanında. Murat, sənin axı orada nə işin var, hə? Mən topu götürmək istəyirdim. Top sat bilmirəm. Bir də oralara getməyəsən, başa düşdün? Kamil, səndən bir xahişim var. Buyur. Deyirlər sizdə təyyarə var. Sən danışa bilərsən ki, Leylanı göyə qaldırsın. Nə olub ki? Göğüskür ed, 15 dəqiqə havaya qalxsa keçib gedər. Danışarım, bəlkə bir gün mümkün oldu. Mən də uçsam olar. Hə, sənin elə bir uçmağın qalmışdı. Dayı demə. Bəs Leyla uçur. Leyla xəstədir. Özünü eşitdin ki? Ay, ay. Nə olub sənə? Boğazım ağrıyır. Qızdırma yoxdur. Qızdırması yoxdur, amma ölçək. Hə, nədir şeytan? Hazırlamısan? Heç bir şey yoxdur. Ata, ne oldu? Leyla sabah uçacaq, hə? Yox, anası qoymadı. Bilirsən Sevda nə pis oldu? Pilotla danışmışdım. Qızdırması yoxdur. Var, ata. Oğul bala, axır ki muradımıza çatdı. Qalxdıq göyün üzünə.
sonra sənin növbəndir. Hazırsan? Hazıram yoldaş polkovnik. Belə. Bəs sən getmirsən? Şəhərə gedəcəyəm. Sağ ol. Deməli sabah. Hə, Axır ki dediyi elədin. Sabah bütün günü göyə baxacağam. göydə bir saatdan da az olacağam. Sənin də talismanın var. Neynirəm ki? Murad. Ancaq bax, itirməm. 40 il bunu saxlamışam. Müharibədən keçirmişəm. Qaydanda bunun tarixçəsini sənə danışaram. Gecən xeyrə qalsın. Gecən xeyrə qalsın. Nənə, sənsən? Can bala azmışdım, gücünlə tapmışam. Bu tezdən nə əcəb belə? Alıma gətirmişəm, növbər. Dünən gələcəkdim, vaxtım olmadı. Bugün səhər yığmışam, götür bala, götür. Yaxşı, 3 alma götürəcəyəm. Göydən 3 alma düşdü. Yadındadır nənə? Çıx yuxarı. Hamı evdədir. Bəs sən Mən tələsirəm. ora? Hə, nənə. Daha yüksəyə. Bu ucalığa səndən qabaq heç kəs qalxmamışdı. Nə baban, nə atan. Amma onlar da bugün sənnəndilər. Sənlə uçurlar. Sənin bu səma yolunda onların da izi var. Yolun uğurlu olsun.